Aleksandr Cuma, Qafqaz səfəri, 36-cı fəsil, Tiflis, dar ağacından aslanlar barədə. Baron Fino müqəddəs David dağının altında, şəhərin yuxarı hissəsində yerləşən Çar küçəsində yaşayırdı. O, Knyaginya Çavçavadzigildə naharda idi. Ancaq hər gün intizarla yolumuzu gözlədiyindən nökərinə tapşırıbmış ki, gəlsək dərhal bizi xüsusi ayrılmış mənzilə aparsın. Bizi Tiflis meydanının yaxınlığındakı gözəl bir saraya gətirdilər. Gürcüstanın varlı zadəganlarından olan İvan Zubalov 2 otağı və bir böyük zalı bizim ixtiyarımıza verdi. Otaqlardan birində Moyne və Kalina, o birində isə mən yerləşdim. Zal ümumi idi. Otağımızın pəncərəsindən 2 dar ağacı və onlardan asılmış çuvallar aydın görünürdü. Bunlar həqiqətən mənim qabaqcadan cəsarətlə dediyim kimi təzəcə edam edilmiş adamlar idilər. Onları elə həmin gün asmışdılar. Mən onların hansı günaha görə asıldıqları ilə maraqlandım. Sən demə, bu adamlar saatsaz Jorj Yayevin emalatxanasına girmiş, siyirmədəki pulu və 4 künc divar saatlarını oğurlamaq niyyəti ilə 2 cavan saatsazı qətlə yetirmişdilər. Qəribədir, aslanlar erməni idilər. Müti və yumşaq xasiyyətli ermənilər arabir oğurluq edir, hətta fırıldaqçılıqla da məşğul olurlar. Ancaq çox nadir hallarda qatillik edirlər. Təsadüfən qaldığım otağın soldakı pəncərəsindən edam edilmiş məhkumların meyitləri, sağdakı pəncərəsindən isə cənab Jorjayevin saat dükanı görünürdü. Əhvalat belə olmuşdu. Cənab Jorjayevin 2 nökəri gündüzlər mağazada olur, axşamlar isə ya işlə bağlı, ya da şəxsi işləri üzündən dükanı bağlayıb gedərmişlər. Hara getsələr qapını kilitləyib açarı da özləri ilə götürər, səhər isə Jorjayev gələnə qədər gəlib yenə dükanı açarmışlar. Onlar Şubaşov və İsmail adlı 2 nəfər erməni ilə dostlaşırlar. Sən demə, bu ermənilərin niyyəti Müsyo Jorjayevin dükanını qarət etməkmiş. Onların planı çox sadə imiş. Dostlarının ikisini də şam yeməyinə qonaq etmək, onları sərxoş olana qədər içirtmək, sonra öldürüb açarları götürmək və həmin açarlarla dükanı açıb işlərini görmək. Hər şey qatillərin düşündüyü kimi olur, təkcə bir incə məqamdan başqa. Onlar nökərləri aparıb sərxoş olana qədər içirdirlər, sonra onları öldürürlər. Ancaq qatillər ölənlərin üst başını nə qədər axtarsalar da açar tapılmır ki, tapılmır. Belə olduqda qatillər başqa üsula əl atırlar. Onlar hər iki ölünü soyundurub paltarlarını geymək, sonra da cənab Jorjayevin qapısını döymək qərarına gəlirlər. Gecə qaranlıq imiş, yəqin ki, qapını açmağa gələn adam özü ilə fənər götürməyəcəkdi. Gələnləri də öz nökərləri hesab edəcəkdi və elə ki, bunlar içəri girdilər, öz planlarını həyata keçirəcəkdilər. Ancaq əvvəlcə meyitləri aradan götürmək lazım idi. Onlar palanın üstündə yatmış bir hambalı oyadırlar. Meyitləri ona göstərib bastırmağı tapşırırlar və buna görə ona 4 rubl verəcəklərini vəd edirlər. Hambal. Tiflisdə yük daşıyanlara belə deyirlər. Bütün günü axşama kimi 4 rubl qazanmır, qaldı ki, gecə ola. Bu hambal hər iki meyti bir-bir dalına alır, Kürün sahilinə enir. Aleksandr körpüsünü keçib Çuxur qəsəbəsindəki Qırmızı təpədə onları bastırır. Bütün bunlar gecə olduğundanmı, ya hambalın gözü qaranlıqda yaxşı görmədiyindənmi, yaxud da yuxu ona aman vermədiyindənmi, ölülərdən birinin ayaqları çöldə qalır. O yenə də gəlib palanın üstündə uzanır, yerini rahatlayıb gözləyir ki, nə vaxt ermənilər özləri gəlib onun pulunu verəcəklər. Bu vaxt qatillər Müsyo Jorjayevin evinə gəlib qapısını döyürlər, ancaq qapını Jorjayevin özü açır, əlində isə şam varmış. Saat dükanının sahibini aldatmaq mümkün olmazdı. Buna görə də qatillər Şubaşov və İsmail qaçıb gizlənirlər. Müsyo Jorjayev qapını açanda 2 adamın qaçdığını görür. Usta bunu zarafat hesab edir və bu yersiz zarafatdan qanı qaralmış halda qayıdıb yerinə uzanır. Ertəsi gün mağazanın nökərlərindən heç biri gəlib çıxmır. İlk dəfə idi ki, onlar işə gəlmirdilər və buna görə də Müsyo Jorjayev narahat olmağa başlayır. Günorta üstü dağdan mal otaran bir naxırçı təpədəki torpağın yenicə qazıldığını və yerdən bir adam ayağının çıxdığını görür. O bu ayağı dartır, o biri ayaqda çıxır, sonra daha bir qıç, daha sonra isə ikinci qıç, bədən, 2 bədən. Naxırçı dərhal şəhərə götürülür və gördükləri barədə xəbər verir. Meyitləri çəkib çıxarırlar və Müsyo Jorjayevin nökərlərini tanıyırlar. Onları bir gün əvvəl 2 erməni ilə birlikdə görən şahidlərin sözündən sonra hamı ermənilərdən şübhələnir. Dərhal həmin erməniləri və hambalı tapıb həbs edirlər və məhkəməyə təhvil verirlər.
Hakim onların üçünü də ölümə məhkum edir. Şubaşov və İsmayıl cinayəti törətdiklərinə görə, Hambal isə onlarla əlbir olduğuna görə. Bu cinayət cəmaət arasında böyük qalmaqala və təşvişə səbəb olur. Çarın Qafqazdakı canişini Knyaz Baryatinski istintaqın tezliklə başa çatdırılması barədə sərəncam verir və çox keçmədən cinayət işi başa çatır. Dəlillər təksib edilməz idi. Çarın lojo tenensi, yəni canişini olan Knyaz Baryatinski ölüm hökmü vermək və ya onu ləğv etmək səlahiyyətinə malikdir. Burada çardan sonra mütləq hakim odur. Edam hökmünün təxirə salınması üçün heç bir fövqəladə səbəb yox idi. Ədalət məhkəməsi yalnız Hambalın cəzasını yüngülləşdirməyi tələb edirdi. Hambal İranlı idi. Ona cəza olaraq 1000 çubuq zərbəsi və 8 il Sibir mədənlərində işləmək şərti ilə sürgün hökmü verilir. Görəsən o sağ qayıda biləcəkdimi? Adətən adi cinayət törədən hər hansı gürcüyə, erməniyə, İranlıya 1000, dağlıya 1500, rusa isə 2000 çubuq zərbəsi cəza verilirdi. Hansı millətdən olmasına baxmayaraq, heç kəs 3000 çubuq zərbəsinə tab gətirə bilməz. Bu isə ölüm hökmünə bərabər idi. Hambalı ona görə axıracan o biriləri ilə birlikdə saxlamışdılar ki, ona da ölüm hökmü kəsildiyinə əmin olsun. Meyitlərin tapılıb çıxarıldığı yerdə 3 dar ağacı qurulur və hər iki cinayətkarı elə oradaca asırlar. Dar ağacları üçün bu yerin seçilməsinin 2 qat əhəmiyyəti vardı. Əvvəla cəza qətlin baş verdiyi yerdə verilmişdi. İkincisi yolun kənarında olan bu yer şəhərin hər tərəfindən görünürdü. Bizim gəldiyimiz gün sübh tezdən biz Tiflisə günorta gəlib çatmışdıq. Hər 3 məhkumu araba ilə edam yerinə gətirirlər. Onların əynində ölümə məhkum olunanların geydiyi ağ rəngli gen tuman köynək vardı. Qollarını sinələrində bağlamışdılar və başları açıq idi. Boyunlarından asılmış kiçik lövhədə hökmün qısa məzmunu yazılmışdı. Qatilləri dar ağacının altına gətirib məhkəmənin qərarını oxuyurlar. Onlardan birinə biz artıq bunun Hambal olduğunu demişik. Ölüm hökmünün başqa cəza üsulu ilə əvəz olunması elan olunur. Bundan sonra cəllad və onun köməkçisi qatillərdən ən cavanının başına çuval keçirir. Çuval onun ayaqlarının üstünə qədər düşür, yalnız açıq qalan ayaqları görünür. Məhkumların ayaqları iplə bağlanıbmış, başına keçirilmiş çuval isə onun üzünü örtübmüş. Cəllad və onun köməkçisi qatili dar ağacına qaldırmaq üçün qollarından tuturlar. Dar ağacının dirəyinə 2 nərdivan söykəyirlər. Dar ağacının lap yuxarısında üstünə kəndir keçirilən taxtadan biri, onun kəndiri havada yellənirdi. Ölümə məhkum olunan üçün o birisi isə edam icra edən cəllad və onun köməkçisinin müvazinətini saxlaması üçün idi. Məhkum 9-cu pilləyə çatanda dayanır. Bu vaxt cəllad yuxarıdan sallanan ipi çuvalın üstündən caninin boynuna keçirir və onu çəkib 2 pillə də yuxarı qaldırır. Sonra isə nərdivanı itələyib məhkumu əbədiyyətə yollayır. O hələ tam canını tapşırmamış, ikincisinin işinə baxırlar. Nərdivanlar ikinci dar ağacına söykədilir. Birinci məhkum hələ havada yellənərkən onun yanından ikincisi asılır. Birinci dar ağacına necə qaldırılırsa, ikinci də eynən o cür qaldırılır və qatillər asılan kimi ölməmişdilər. Buna onların başlarına keçirilmiş çuvallar mane olurdu. Çuvalın üstündən keçirilmiş kəndir məhkumun boynunu kip sıxa bilmirdi. Bundan başqa cəllad özü də bir o qədər səriştəli deyildi. Belə ki, nə aslanların ayağından dartır, nə çıxıb onların çiyinlərində otururdu. Qərbdə istifadə olunan bu incəlik şərqdə tətbiq olunmur. Hamı aslanların təxminən 3 dəqiqəyə qədər dirsəklərini necə tərpətdiklərini, haldan düşəndən sonra isə tamamilə sakitləşdiklərini görmüşdü. Sonra növbə Hambala çatır. Bu 19 yaşında cılız, qara buğdayı, sir sifəti gündən qaralmış bir oğlan imiş. Onun köynəyini çıxaranda bütün bədəni tir-tir əsirmiş. 1000 nəfər silahlı əskər 2 cərgəyə düzülmüşdü. Hər əskərin əlində çeçələ barmaq yoğunluğunda bir çubuq vardı və cərgələrin arasındakı məsafə 5 addım olardı. Hambalın qollarını tüfəngin qundağına bağlamışdılar. Bir serjant həmin tüfəngdən yapışıb getməyə başlayır. O addımladıqca ardınca gələn Hambal da onun addımlarını təkrarlamaq məcburiyyətində qalırdı. Qabaqda gedən 2 əskər əllərindəki tüfəngin süngüsünü onun sinəsinə, arxadakı 2 əskər isə süngünü onun qurşağına dayayıb, məhkumu nə özlərindən qabağa keçməyə, nə də geri qalmağa imkan verirdilər. Əlləri sinəsinə bağlanmış Hambal nə addımlarını sürətləndirə, nə də yavaşıda bilərdi.
Beləliklə ilk işarədən sonra 1000 əsgər hamısı birdən sanki məşq edirlərmiş kimi əllərindəki çubuğu havaya qaldırdılar. Deyirlər çubuqların vıyıltısı hökmün icrasının ən dəhşətli, ən əzablı anı idi. 100-cü çubuqda hambalın bədənindən qan fışqırırdı. 500-cüdə isə onun kürəyi başdan ayağa yara idi. Əgər məhkum ağrıdan qüvvəsini itirib hərəkət edə bilmirdisə, cəzaya fasilə verib ona özünə gəlmək üçün bir şey verir və sonra yenə əməliyyatı davam etdirirdilər. Hambal 1000 zərbəyə əzmlə huşunu itirmədən dözmüşdü. Görən qışqırmışdımı? Bəlli deyil, heç kim bir söz deyə bilməzdi. Çünki vurulan çubuqların səsi təbillərin səsinə qarışdığından onun səsi eşidilməz olurdu. Sonra onun köynəyini üstünə atıb Tiflisə qədər piyada gətirmişdilər. 2 həftədən sonra isə onu cəzasını çəkmək üçün Sibirə yollayacaqdılar. O bütün bunlardan gərək belə bir nəticə çıxaraydı. Bundan sonra əgər bir də kiminsə meyitini bastırası olsa, gərək elə etsin ki, meyitin ayağı torpağın altından görünməsin. 37-ci fəsil. Tiflis. Hələ asılmayanlar barədə. Biz Knyaginya Çavçavadzenin evində təzəcə yerləşirdik ki, Baron Fino gəlişimizdən xəbər tutdu. O gülər üzlə, xoş əhval-ruhiyyə ilə içəri girdi. Finonu tanıyanlar onun gülərüz adam olduğunu bilirlər. Konsul vəzifəsi onu dövlət işlərində həmvətənlərinin maraqlarının təmsil olunmasında ciddi olmağa vadar etmişdi. Ancaq gündəlik həyatda o həmişə ürəyi açıq, zarafatçıl idi. 1848-ci ildən bəri onu görməmişdim. İndi isə onun saçları ağarmış, mənsə kökəlib şişmanlaşmışdım. Tiflisdə hamı ona heyran olmuşdu. Buradakı 153 nəfərlik Fransız koloniyasında yaşayanlar arasında elə bir qadın və ya kişi yoxdur ki, onun haqqında ağız dolusu danışmasın. Özü də təkcə nəzakət xətrinə yox, elə həmişə ondan söz düşəndə heç kimin dili ağzına sığmırdı. Gürcülərə gəldikdə isə işlər tamam ayrı cürdür. Onlar qorxurlar ki, birdən Baron Finonu işdən çıxardarlar. O gəlib bizə tapşırdı ki, nə qədər ki Tiflisdəyik, yalnız və yalnız onun süfrəsinin qonağı olacağıq. Başqa heç kimin yox. Mən onun təklifinə etiraz etmək istədim. Siz burada nə qədər qalmaq fikrindəsiniz? O soruşdu. 1 ay qalacağıq, cavab verdim. 1 aylıq xərclər üçün sizin 3000 rublunuz var? Xeyr. Elə isə məsləhət görürəm ki, Zubalovun qonaqpərvərliyini qəbul etdiyiniz kimi mənim də süfrəmdən imtina etməyəsiniz. Mənim hər şeylə təmin olunmuş şəraitim var. Sizin gəlişiniz mənim üçün zövq səfadan başqa bir şey deyil. Elə hesab edirəm ki, bunu mənə çox görməzsiniz. Həm də ki, siz öz hesabınıza qalmaq istəsəniz, yediyiniz yağ çörəkdən savayı bir şey olmayacaq. Özü də ucuz yağ. Ancaq bu halda belə Tiflisdən çıxıb gedənəcən tamamilə müflisləşərsiniz. O buna inanmadığımı hiss etdiyindən cibindən bir kağız çıxarıb mənə göstərdi və dedi, baxın, bu həmvətənlərimizdən bir qadın üçün 60 günlük haqq hesab siyahısıdır. O Knyaginya Gagarinanın qulluqçu kimi bura gətirdiyi kasıb bir qadın idi. Qadın Knyaginyanın yanından ayrıldıqdan sonra bahalıq üzündən mehmanxanaya getmək istəməmişdi. Nəticədə mümkün qədər qənaət etmək məqsədi ilə bir fransız kalbasaçısının evində yaşayırdı. Bununla belə 66 gündə o 132 rubl xərcləmişdi. Bu isə 528 frankdır. Onun dedikləri inanılmaz idi. Rəsmi nümayəndənin bir ay ərzində belə bir çətin vəziyyətə necə düşə biləcəyini fikirləşirdim ki, saçlarımı vurdurmaq üçün çağırtdırdığım fransız dəllək gəlib çıxdı. Yaxşı, Fino mənə dedi. Onu nə üçün çağırtdırmısınız? Fikriniz nədir? Saçımı və saqqalımı qırxdırmaq istəyirəm. Deyin görək bu dəllək işini qurtarandan sonra nə edəcəksiniz? O soruşdu. Siz nə edəcəyimi görəcəksiniz. Parisdə həm saçı vurdurmaq, həm də saqqalı qırxdırmağa nə qədər verirdiniz? Fino məndən soruşdu. 1 frank yaxud xüsusi hallarda frank yarım. Hə, indi görərsiniz Tiflisdə bu neçəyədir. Dəllək mənim saçımı və saqqalımı, Moyninin saqqalını qaydaya saldı və sonra vurdu. Kalinaya gəldikdə isə o hələ tələbə olduğundan saqqal saxlaya bilməzdi. Odur ki, saçlarını daraqla biraz qaydaya saldırdı vəssalam. Dəllək ona demək olar ki, heç əl vurmadı. Borcumuz nə qədərdir? İşini qurtarandan sonra həmvətənimdən soruşdum. Necə yəni nə qədərdir? Düz 3 rubl. Mən ondan dediyini təkrar etməyi tələb elədim. 3 rubl deyə o insafsızcasına təkrarladı. Necə? 3 rubl, özü də gümüş pulla? Bəli, 3 rubl, özü də gümüş pulla. Misyo bilməlidir ki, İmperator Nikolayın xüsusi sərəncamına görə kağız pul daha işləmir. Tədavüldən çıxıbdır. Mən yol çantamdan 3 rubl çıxarıb dəlləyə verdim. Bu bizim pul ilə 12 frank edirdi.
Dəllək mənimlə sağollaşdı və çıxarkən kəsilmiş saçlarımdan mənim pərəstişkarım olan arvadına sancaq düzəltmək üçün götürməyə icazə istədi. Əgər onun arvadı mənim pərəstişkarım olmasaydı, onda bu saqqal saç əhvalatı mənə neçəyə başa gələrdi deyə mən dəllək gedəndən sonra Finodan soruşdum. Təxmin etmək çətindir, Fino dedi. Təsəvvür edin, dəllək həftədə 3 dəfə öz şagirdini yanıma göndərmək üçün məndən nə qədər pul istədi. Nəzərə alın ki, mən saqqal saxlayıram. Parisdə mənim dəlləyim həftədə 3 dəfə 6 franka Montmartre'dan yanıma gəlir. Bu dəllək isə ildə 1500 frank istədi, mənim gözəl dostum. Fino, əgər belədirsə, onda mən daha sizdə yeyib içəcəyəm. İndi isə Fino dedi, bir halda ki, mən istəyimə çatdım və başqa bir niyyətim yoxdur, icazənizlə mən Knyaginya Çavçavadzinin evinə qayıdıb naharı başa çatdırardım. Onu sizə sabah təqdim edəcəyəm. Fino mənə bundan artıq lütfkarlıq göstərə bilməzdi. Əvvəla Knyaz Çavçavadze Konstantinopolin keçmiş imperatoru Andranikin nəslindən idi və ikincisi Şamil Gürcü çarının qızı olan Knyaginya Çavçavadzeni oğurlamış və onu Çiryurtda oğlu Cəmaləddinlə dəyişdirmişdi. Yeri gəlmişkən Fino dedi, mən birazdan sizin və yoldaşlarınızın dalınca geri qayıdacağam, çünki bugün axşam Tiflis teatrında sələmçiləri göstərirlər və siz gəlib bizim tamaşa zalını görəcəksiniz. Sizin zalı gülümsəyərək ondan soruşdum. Yəni siz o qədər geri qalıbsınız ki, bizim Tur, Blua zalımız əvəzinə bizim Tiflis zalımız deyirsiniz. Siz çox tamaşa zalı görübsünüz, elə deyilmi? Əlbəttə mən Rusiyada, Almaniyada, İspaniyada və Fransadakı bütün salonları görmüşəm. Təkcə qalıb Tiflisdəki zal. Lap yaxşı. Bu axşam onu da görərsiniz. Və inanın ki, o sizə xoş təsir bağışlayacaq. Ancaq burası var ki, bu zalım oğlu dəllək sizin saçlarınızı çox qısa vurubdur. Eybi yox, hamı elə biləcək ki, bu sizin Parisdən gətirdiyiniz son dəbdir. Axşam 8-də görüşənədək. O çıxıb getdi. Dəlləyin 3 rublə başımı nə kökə saldığını öyrənmək üçün güzgüyə baxdım. Mən dəhşətlə qışqırdım. Başımın tükləri şotka tükləri kimi biz-biz dayanmışdı. Həm də paltar təmizləyən şotka yox, döşəmə təmizləyən şotkanın tükləri kimi. Mən Moyne ilə Kalinanı çağırdım ki, bu yeni görkəmimdən ləzzət alsınlar. Onlar məni görən kimi ucadan qəhqəhə çəkib güldülər. Bu ki əsl tapıntıdır, Moyne dilləndi. Pulumuz qurtaranda səni Xəzər dənizindən tutulan suiti adı ilə İstanbulda cəmaata göstərmək olar. Moyne əsl rəssam gözü ilə mənim düzgün qiymətimi verdi. Yox, mən qətiyyən bu heyvana oxşadığımı təksib etmək fikrində deyiləm, xüsusilə də qısa vurulmuş saçlarla. Əslində hər bir insanla hansısa heyvan arasında bənzərlik vardır. Bu barədə fikirləşərkən ağlıma gəldi ki, hər hansı bir amfibiyaya oxşamaqdansa elə suitinə oxşamaq daha fərzdir. Hər halda suiti olduqca həlim, ziyansız və kövrəkdir və bununla yanaşı ondan piy alınır. Bütün bu sadaladığım keyfiyyətlərə sahib olub olmadığımı bilmirəm, amma əminəm ki, həyatım boyu məndən yağ çəkən çox olub. Siz lap deşilmiş səbətsiniz ki, sevimli Vikont. 10-cu Karl Şatobriana deyərmiş. Bu doğrudur, Əlahəzrət. Xristianlığın dühasının müəllifi cavab verərmiş. Ancaq səbətə deşikləri açan mən deyiləm. Baron sözləşdiyimiz vaxtda mənim dalımca gəldi. Hə, hazırsınız? Tamamilə. Elə isə şlyapanızı götürün, getdik. Şlyapamı Volqa çayına bağışladım, mənim əziz dostum. Saratovdan Saritsina gedən yolda. Gördüm ki, şlyapam qəribə bir şəklə düşüb və İspaniyalı Jironun papağına oxşayır. Siz narahat olmayın, gedib ayrısını alacağam. Heç bilirsinizmi buralarda şlyapa neçəyədir? Güman edirəm ki, ya 16 ya da 18 frank eləyər. Biraz da qaldırın. Sizin dediyiniz qunduz dərisindən əla keyfiyyətli olanlardır. Xeyr, adi ipəkdən tikilmiş sadə şlyapalardır. Dünyada heç nə axmaq ixtira qədər sürətlə yayılmır. Yaxşı, qoy olsun 20-25 frank. Biraz da qaldırın. 30-35-40 sonra cəmi cümlətani 70 livr. Dostum, sizin isə bunun müqabilində vur tut 18 rublunuz var. Baron, bu yaman pis zarafatdır ha. Dostum, konsul olandan bəri mən daha zarafat eləmirəm. Bir də ki, Tiflisdə necə zarafat edə bilərəm ki, ayda 4000 rubl maaş alıram. Bir şlyapa isə 18 rubladır. Ona görə başınıza furaşka qoyursunuz. Məhz buna görə mən rəsmi geyimi diplomatik bir məsələyə çevirmişəm. Baryatsinskinin evi istisna olmaqla hər yerə furaşkada gedirəm. Bu minvalla bir furaşka mənə 3 il bəhs edir. Hə, belədir. Onda mən sizin şlyapanızdan istifadə edə bilərəmmi? Siz? Bəli. Məndən nə istəsəniz can başla verərəm. Ev istəyin, süfrə istəyin, ürəyimi istəyin, ancaq şlyapamı istəməyin.
Öz məvacibi Marşal Sultan necə əzizdirsə, şlyapam da mənim üçün elədir. Mən şlyapamdan yalnız öləndə ayrıla bilərəm. Bəs mən furaşkada gəzə bilmərəm? Hansı haqla bir deyin görək, bəyəm siz konsulun köməkçisisiniz? Mən bu şərəfə nail olmamışam. Bəlkə birinci, ikinci yaxud üçüncü dərəcəli ataşesiniz? Əksinə mən həmişə sərbəst olmuşam. O dediklərinin heç birisindən deyiləm. Onda şlyapa. Əgər elədirsə sıxıla-sıxıla soruşdum. Başıma papaq qoya bilmərəm? Axı mənim papağım var. Sizin xüsusi bir formada tikilmiş paltarınız var, yoxsa yox? Qətiyyən, hətta akademik formada da paltarım yoxdur. Çox təəssüf ona görə ki, akademik formada geyiminiz olsaydı, papaq sizə yaxşı yaraşardı. Dostum, yaxşısı budur, mən teatrdan imtina edim. Ancaq mən sizdən imtina etmirəm. Bütün tanıdığım xanımlara söz vermişəm ki, onları sizinlə tanış edəcəyəm. Tiflisdə başınıza gələn talihsizlikdən artıq hamının xəbəri var. Onsuz da gülməli adam olduğunuzu hamı bilir. Axı mən də biraz şişirtməyi bacarıram. Qısası sizi gözləyirlər. Qaldı ki, heç bilirsiniz bütün bu əhvalat necə baş verib? Nə? Kəllənizin keçəlləşməyi. Xeyr, bu sizin öz günahınızdır. Bir aydır ki, başınızı bu kökə salan dəlləyin arvadı kimi bütün tanış qadınlar sizi Tiflisdə gözləyirlər. Onlar hamısı sizin əsərlərinizin pərəstişkarlarıdırlar. Həmin qadınlar öz aralarında belə götür-qoy ediblər ki, bu qədər uzun-uzadı səyahətdən sonra siz mütləq saçınızı vurduracaqsınız. Beləliklə də siz Parisin Sirləri romanının qəhrəmanı Pipelenin vəziyyətinə düşübsünüz, mənim zavallı dostum. Həmin dəlləyin də əlinə fürsət keçdiyindən saçlarınızı vurmayıb, xeyr, lap dibindən qırxıb. O 18 rublunuzu götürün və gedək sizə bir şlyapa alaq. Yox, valla yox, billa yox. Mən gedib öz əynimə paltar sifariş etməyi və papaq qoymağı daha üstün tuturam. Bundan əlavə papaq qoysam, mənim saçımın olmadığını heç kim görməyəcək. Onda bu başqa məsələ. Paltar sifariş etmək sizə 200 rublə başa gələcəkdir. Bax, indi görürəm ki, bu işi yoluna qoymağın başqa üsulu yoxdur. Siz dəqiq adamsınız. Həqiqətən də bu bizə 3 qat baha başa gələcək. Xeyr, əlacı var. Fino içəri girən ev sahibini mənə göstərərək dedi. Bax, Zubalov da gəlib çıxdı. O da geyinib keçinməyi xoşlayır. Özünün də yaxşı şlyapa kolleksiyası var. Əminəm ki, onlardan birini məmnuniyyətlə sizə verər və siz də 18 rublə mənasız bir şey almaqdansa pulunuz cibinizdə qalar. Məmnuniyyətlə Zubalov dilləndi, ancaq Müsyo Dumanın başı mənimkindən böyük olar. Böyük idi demək istəyirsiniz, eləmi dostum? Ancaq onun başına bu müsibət gələndən sonra hər ölçüdə şlyapa qoya bilər. Axı, dedim, hələ mənim bu təklifi qəbul edib etməyəcəyim sual altındadır. Əş, razılaşın getsin, Fino mənə dedi. Başınıza qoyacağınız şlyapa bir yadigar olacaqdır. Atadan oğula miras qalacaq və onu Dupufun divardakı təəssüflə xatirə sinin arasından asacaqlar. Məsələyə bu nöqteyi nəzərdən yanaşsaq, onda bu cür iltifatlı, lütfkar təklifdən boyun qaçırmaram. Həqiqətən Müsyo Zubalov mənə bir şlyapa verdi və şlyapa elə bil lap mənim başıma tikilmişdi. Hə, indi draşkiyə minib teatra gedək, Fino dedi. Necə? Küçənin bir tərəfindən o biri tərəfinə keçmək üçün araba lazımdır. Əvvəla unudursunuz ki, mən evdən gəlirəm. İkincisi isə, məgər siz Zubalovun saray kimi evinə köçəndə narın yağış yağdığını görmədiniz? Küçədə palçıq topuğa çıxır və yağış belə yağmağa davam eləsə, sabah palçıq dizə, o biri gün isə qurşağa qədər çıxacaqdır. Siz hələ Tiflis palçığının nə demək olduğunu bilmirsiniz, mənim əziz dostum. Elə olur ki, palçıq arabanın oturacağına qədər çatır və siz orada otomedon kimi oturursunuz. Hə, elə ki küçəyə çıxdınız, sizə bir taxta parçası uzadırlar və siz də asma körpü ilə keçib gedirsiniz. Təsəvvür edin ki, 1855-ci il avqustun 28-də bir qasırğa oldu ki, gəl görəsən. Ona görə bu qasırğanı xatırlayıram ki, o vaxtdan bəri belə güclü qasırğa olmayıb. Hə, dağlardan elə güclü bir axınla torpaq sürüşməsi gəlirdi ki, yadınızda qalsın, küçələri başına alan palçıqdan başqa burada torpaq sürüşməsi kimi gəzən palçıq da var. Həmin torpaq uçqununun altında 30 ev dağıldı, 62 adam batdı və kim bilir neçə araba axıb kürə töküldü. Hə, gedək baxaq görək, bizimkilər qapıdadır ya yox. Araba yerində idi, biz ona mindik və 10 dəqiqə sonra teatrın dəhlizinə daxil olduq. 38-ci fəsil, teatr, bazarlar, yetim qız. Etiraf edirəm ki, içəri girdiyim andan mən naxışların sadəliyinə və eyni zamanda da təkrarsızlığına heyran qaldım. Adama elə gəlirdi ki, Pompey teatrının dəhlizindəsən.
Nəhayət biz tamaşa salonuna daxil olduq. Salon sanki sehirbazların sarayı idi. Zənginliyinə görə yox, zövqlə bəzədildiyinə görə. Buraya bəlkə də heç 100 qızıl rubl xərclənməyib. Ancaq vicdanlı fransız kimi deyə bilərəm ki, Tiflisin teatr salonu ömrümdə gördüyüm ən gözəl, füsunkar salonlardan biridir. Doğrudur, gözəl qadınlar salonu daha da gözəlləşdirirdilər. Məhz elə bu səbəbdən memarlıq və digər bəzəklər baxımından Allah'a şükür Tiflis salonuna heç nə əlavə etməyə ehtiyac yoxdur. Səhnə dekorasiyası olduqca gözəl idi. Rəsmin ortasında heykəl yüksəlirdi. Burada tamaşaçıdan solda Rusiyanın, sağda isə Gürcüstanın mənzərəsi təsvir edilmişdi. Rusiya tərəfdə Sankt-Peterburq, Neva, Moskva və Kreml, körpülər, dəmir yolları, buxar gəmiləri, bir sözlə bütün mədəniyyət nümunələri öz əksini tapmışdır və bunların hamısı sanki Arlekinin arxalığının altında itib batır. Gürcüstan tərəfdən də eyni mənzərə. Xarabalığa çevrilmiş Tiflis qalaları, onun bazarları, sıldırım qayalıqları, yamacları, məcrasına sığmayan dəli kür, aydın səma, nəhayət şairanə təbiəti adamı heyran edir. Heykəlin dayandığı kürsünün aşağı hissəsində Rusiya tərəfdə Konstantinin xaçı, müqəddəs Vladimirin ov səhnələri, Sibirin xəzləri, Volqanın balıqları, Ukraynanın taxıl məhsulları, Krımda yetişdirilən meyvələr, başqa sözlə din, təsərrüfatçılıq, ticarət, bolluq nəzərə çarpır. Gürcüstan tərəfdə göz oxşayan parçalar, gözəl silahlar, qundağı gümüşlə işlənmiş tüfənglər, dəstəyi fil sümüyü və qızılla naxışlanmış xəncərlər, dəməşq qılıncları, sədəflə işlənmiş mandalinalar, kənarlarından pulcuqlar sallanan nağaralar, qara ağacdan qayrılmış zurnalar, qısası döyüş səhnələri, şərabçılıq, rəqs və musiqi, baxdıqca baxmaq istəyirsən. Rusiya ərazisinin böyüklüyünə baxmayaraq, tutqun, hüzünlü bir səhnədə verilmiş, Gürcüstan isə onun hakimiyyəti altında olmasına baxmayaraq, şənliyini, sevincini yenə də saxlaya bilmişdi. Doğrusu etiraf edirəm ki, Rürikin Starodubda hökmranlıq edən ulu babaları üçün öz adlarını Böyük Qaqaradan götürmək, saraylarda Knyaz Qaqarin kimi çağırılmaq böyük şərəfdir. Ancaq bugün Knyaz Qaqarinə desəydilər ki, siz ya əcdadlarınızdan miras qalan knyazlıq rütbəsindən ya da fırçanızdan imtina etməlisiniz, mən inanıram ki, Knyaz Qaqarin birincidən imtina edərək fırçasını götürər, adının sadəcə Müsyo Qaqarin çağırılmasını üstün tutardı. Onun kimi fitri istedadı olan sənətkarlar bütün həyatlarını ona həsr edirlər ki, onları sadəcə Michelangelo, Rafael və ya Rubens çağırsınlar. İnsanı ofsunlayan bu pərdə Lombardiyalıların birinci səhnəsi ilə açılır. Bu darıxdırıcı operada baş rolu çox gözəl və qeyri-adi səsli Mademoiselle Stolz ifa edir. 20 yaşlı bu gənc aktrisa gələcəkdə Massini və Braininin artistləri ilə birlikdə London, Paris, Venesiya, Milan, Florensiya, Neapol operalarının səhnəsinə çıxmaq üçün öz fəaliyyətinə Tiflisdən başlamışdır. Belə bir truppanı Tiflisdə görmək özü də bir xoşbəxtlikdir. Bu da həqiqətdir ki, Knyaz Vorontsov və Knyaz Baryatinski kimi canişinlərlə birlikdə hakim metropoliyada müstəmləkənin mütləq hakiminə çevrilir. Mən yalnız iki şeyə təəssüflənirəm. Lombardiyalıların əvəzinə nə üçün Wilhelm Telli göstərmirlər? İkincisi, Knyaz Qaqarin nə üçün burada olduğu müddətdə tamaşa salonunu özü bəzəməyib? Knyaz Qaqarin hamının cəhənnəmin girişi adlandırdığı teatr binasının bərpasından sonra cənnətin bir parçası olan sütunlu tikilinin kilsənin bəzədilməsinə başlamışdır. Dünyanın ən yaraşıqlı teatr binalarından olan və başdan ayağa bu böyük sənətkarın fırçası ilə bəzədilmiş Tiflis teatrı kimi. Müqəddəs Sion kilsəsi də Rusiyanın ən gözəl kilsəsidir. Ola bilsin ki, katolik kilsəsinin qaranlıq və sehirli ab-havasına öyrəşmiş oxucular üçün gözəl sözü qəribə gələr. Ancaq lacivərd rəngli daşlarla, malaxitlə, gümüşlə, qızılla bəzədilmiş Yunan kilsələri ciddi və hüzünlü katolik ibadətgahının yanında heç bir iddiaya malik ola bilməz. Tiflis teatrında İtaliyadakı kimi lojaların birindən o birinə gediş-gəliş yoxdur. Bu da onunla əlaqədardır ki, ön səhnələr və dövlət nümayəndələri üçün nəzərdə tutulmuş 3 yuxarı mərtəbədən əlavə bütün lojalar açıqdır, yəni bitişikdir. Bu yeganə nöqsan əlbəttə bu memarlıq qüsuru deyil. İncə zövqlü rəssamın lütfkarlığından irəli gəlir. Belə ki, qızılı çərçivədə qırmızı və zoğalı rəngin fonunda qadın həmişə daha gözəl görünür. Ancaq rəssam düşünmüşdür ki, Gürcü xanımlarının süni bəzəyə ehtiyacı yoxdur.
Tamaşadan sonra Fino məni öz mənzilimə yola saldı. O düz deyirdi. Çiskin yağış hələ də davam edirdi və yeriyərkən ayaqlarımız yarıya qədər palçığa batırdı. Ayrılarkən o dedi ki, sabah bazarları gəzmək və 2-3 evə qonaq getmək üçün dalımca gələcəkdir. Ertəsi gün səhər saat 10-da Fino Zubalovun evinin qarşısında 4 təkərli araba ilə məni gözləyirdi. Hələ bir gün əvvəldən, yəni dünən axşamdan Knyaz Baryatsinskinin qəbuluna yazılmışdıq və Əlahəzrət İmperatorun Qafqazdakı canişini bizi bu gün saat 3-də qəbul edəcəyini bildirmişdi. Bu xəbəri bizə çatdıran şəxs əlavə etdi ki, belə fürsəti əldən buraxmaq olmaz. Onu da əlavə etdi ki, Knyaz Baryatsinski Müsyo Dumaya xüsusi bir məktub da təqdim edəcəkdir. Knyazın yanına gedənə qədər bazarları dolaşmaq, 2-3 yerə qonaq getmək, mənzilə qayıdıb əynimizi dəyişmək üçün hələ kifayət qədər vaxtımız vardı. Tiflisdəki əsas karvansaranı bir erməni tikdirmişdir. Təkcə eni 8 sajın, uzunu isə 80 sajın olan karvansaranın ərazisi üçün o 80.000 frank pul ödəmişdi. Buradan məlum olur ki, Tiflisdə bol olan torpaq da başqa şeylər kimi yaxşı pula gedir. Bu karvansaranın çox maraqlı bir mənzərəsi vardır. Karvansaranın bütün qapılarından Şimali Avropanın və Şərqin bütün millətlərinin nümayəndələri türklər, ermənilər, farslar, ərəblər, hindlilər, çinlilər, kalmıklar, türkmənlər, azərbaycanlılar, çərkəzlər, gürcülər, minqrellər, sibirlilər, daha kimləri deyim. Dəvələrini, atlarını, eşəklərini çəkə-çəkə girib çıxırlar. Bunların hər birinin özünə məxsus geyimi, silahı, xarakteri, sifət cizgiləri və xüsusilə milli geyimi vardır ki, bu xalqlar geyimləri ilə də bir-birindən kəskin seçilirlər. Karvansaranın 2 əlavə binası da vardır ki, bunlar əsas bina qədər əhəmiyyətli deyillər. Bu karvansaralarda qalmaq üçün haqq ödəmirlər. Onun otaqlarında İrkutskdən gəlmiş Sibirli ilə Bağdaddan gəlmiş ərəb, şərqin bütün tacirləri bütöv bir icma, eyni sinif təşkil edirlər. Sahibkar yalnız dükanlara paylanmış mallar satıldıqdan sonra onun dəyərinin yalnız 1%-ni mal sahiblərindən alır. Bu bazarlarda şəhərin yüksək təbəqəsinin yaşadığı ərazidən tamamilə aralı yerləşən tüccar küçələri bir-biri ilə kəsişir. Bu küçələrin hər birinin özünün ixtisaslaşdığı sahə vardır. Bilmirəm bu küçələri Tiflisdə necə adlandırırlar və ümumiyyətlə bunların adı var ya yox. Amma məndən olsa onları zərgərlər, gümüşçülər, xəstçilər, silah satanlar, pinəçilər, bərbərlər, papaqçılar və hətta şalvar tikən dərzilər küçəsi adlandırardım. Tiflisin yerli ticarətinin əsas cəhəti ondan ibarətdir ki, mən Azərbaycanlıların, ermənilərin, farsların və gürcülərin öz ticarətini də buna aid edirəm. Pinəçi yalnız ayaqqabı tikir, çarıq tikən heç vaxt çəkmə tikməz, başmaqçı isə ancaq başmaq tikər. Daha başqa şey yox. Bundan əlavə gürcü çəkməsi tikən usta çərkəzi çəkmə tikməz. Hər xalqın öz geyiminin, paltarının hər bir hissəsinin öz sənətkarı var. Beləliklə, əgər siz qılınc sifariş vermək istəyirsinizsə, gərək əvvəlcə onun tiyəsini alasınız, sonra onun dəstəyini və taxta qınını sifariş edəsiniz, sonra onun üstünə çəkmək üçün dəri və ya tumac axtarıb tapasınız, nəhayət dəstəyinə gümüşdən naxış vurdurasınız. Bir sözlə, gərək bütün dükanları bir-bir gəzib, birindən çıxıb o birisinə girəsiniz. Mən yenə də təkrar edirəm. Şərqdə ticarətdə vasitəçiliyə qadağa qoyulmaqla ən böyük ticarət problemi həll edilmişdir. Şübhəsiz, belə alış-veriş sərfəlidir. Ancaq bu cür qənaətçilik yalnız vaxtın bir qara qəpiyə dəymədiyi bir ölkədə mümkündür. Hər hansı bir Amerikalının buna səbri çatmaz və Tiflisə gələndən bir həftə sonra hövsələsizlikdən bağrı çatlayar. Dükanların qabağı tamamilə açıq olur. Tacirlər cəmaatın gözü qabağında alver edirlər. Belə ki, öz peşə sirri olan usta üçün şərqdə işləmək çox çətin olardı. Dünyada bu küçələri gəzib dolaşmaqdan maraqlı heç nə ola bilməz. Belə gəzinti əcnəbiləri heç vaxt bezdirmir. Mən bu küçələri demək olar ki, hər gün gəzirdim. Elə həmin gündə bu küçələrdə o qədər dolaşdıq ki, sanki maraqlı bir səyahətə çıxmışdıq. Yalnız saat 2-də yadımıza düşdü ki, bizim dəvət olunduğumuz yerlər var. Qayıdıb şalvarlarımızı və uzunboğaz çəkmələrimizi dəyişdik. Tiflisə gələn səyyahlara mütləq mənim paltarımdan və uzunboğaz çəkmədən almağı məsləhət görürəm. Və Dmitri Orbelyaninin evinə yollandıq. Mən Orbelyaninin əsl nəcabəti haqda artıq məlumat vermişəm. Bu knyazlar müqəddəs imperiyadan yox,
Səma altı imperiyadan gəlmədirlər. Bunların ulu babaları Çindən köç edərək səhv etmirəmsə 5-ci əsrdə Gürcüstanda məskunlaşmışlar. Bu nəslin başlanğıc tarixi böyük daşqın dövrünə təsadüf edir. Əfsanəyə görə Nuh peyğəmbər uçsuz-bucaqsız dəryada suyun üzərində bir nəfərin əl-qol atdığını görür. Bu adam Nuha böyük bir lövhə göstərir və nəticədə onu gəmiyə götürürlər. Həmin bu adam knyaz Arbelianinin ulu babası imiş. Əlindəki lövhədə isə onun ali mənsəbli bir nəsildən olduğu yazılıbmış. Knyaz Arbeliani ilanları ofsunlayan tilsimi bilir və onda məşhur sehirli daş vardır. Bu daşın təsirli gücü əfsanəvi Hind bezuarı haqqında gəzən söz-söhbətə inanmağa əsas verir. Bu dəyərli daş ona son Gürcü çarlarından olan İraklidən qalıb, onun qızı Knyaz Arbelianinin anasıdır. Bu qiymətli baba yadigarı çoxlarını ölümdən qurtarmışdır. Knyaginya Arbeliani 40 yaşında idi. İlk baxışdan görüb götürmüş, əsl ailə qadını olduğu hiss edilirdi. O, bəlkə də Tiflisin ən gözəl xanımlarından idi. Üzünə çəkdiyi kirşan və bəzəyi ona 18-ci əsr qadınlarına xas əsl görkəm verirdi. Mən tanıdığım adlı sanlı qadınlar arasında indiyə qədər belə təşəxxüslü görünüşə malik olanına rast gəlməmişəm. Əgər siz küçədə gedərkən Knyaginya Arbelianiyə rast gəlsəniz, hətta onu tanımasanız da istər-istəməz dayanıb ona təzim etməyi özünüzə borc bilərsiniz. Onun əzəmətli görünüşü, şux qaməti sizi buna məcbur edəcəkdir. O, həm də Tiflisin ən gözəl, ən ağıllı və məftun edici qadınlarından olan Madam Davudova Qrammonun anasıdır. Bu ləyaqətli knyaz ailəsində göyçək bir qız uşağı ailə üzvlərindən biri kimi ora-bura qaçırdı. Bu balaca qıza diqqətlə baxın, Fino pıçıltı ilə mənə dedi. Onun haqqında sizə maraqlı bir əhvalat danışacağam. Bəlkə də onun mənə danışacağı bu maraqlı əhvalatı öyrənmək həvəsi mənim tələsik qalxmağıma səbəb oldu və Finoya xatırlatdım ki, saat 3 tamamda biz knyaz Baryatsinskinin yanında olmalıyıq və bu məqsədlə də çıxdıq. Hə, indi de görək bu balaca qızın əhvalatı nədir? Barondan soruşdum. Siz ona diqqətlə fikir verdinizmi? Bəli, ağıllı uşaqdır, ancaq mənə elə gəlir ki, o sadə ailədəndir, knyaz nəslindən deyil. Bəli, elədir ki, var. O sadə, adi ailədəndir, ancaq ali keyfiyyətləri vardır. Əziz dostum, lap səbrimi tükəndirdiniz. Tez olun, bu qızın əhvalatını danışın görək. Onda qulaq asın, əslində bu qızın tarixçəsi çox qısadır, ancaq gərək onu bütün incəliyi ilə olduğu kimi təsvir edəsən. Hə, bu qızın anası ona hamilə olarkən, ləzgilər onu da 70 yaşlı nənəsini də əsir götürürlər. Ailənin səyi nəticəsində girovları geri qaytarmaq üçün Şamilin tələb etdiyi məbləğ toplanır. Hər iki qadın doğma vətənə geri qayıdarkən ananın qucağında 4 aylıq südəmər körpə vardı. Başqa sözlə, ana həmin uşağı əsirlikdə doğmuşdu. Yaşlı nənə yad torpaqlarda ömrünü tapşırır. Son nəfəsində qızına yalvarır ki, onun meyitini kafirlərin torpağında qoymasın. Qız bunun asan bir iş olduğunu zənn edir və düşünür ki, anasını sağ ikən girovluqdan qurtarıbsa, indi onun ölüsünü də aparmağa ixtiyarı çatır. Ancaq ləzgilər, yəni onları girov götürənlər heç də belə düşünmürdülər və qarının ölüsünə 600 rubl qiymət qoyurlar. Qız nə qədər yalvarsa da xeyri olmur. Ona məhəl qoymurlar. Belə olduqda o bütün müqəddəslərə and içərək tələb olunan məbləği gətirəcəyinə söz verir. Əgər pulu gətirə bilməzsə, öz xoşu ilə gəlib onların qulu olacağını vəd edir. Qarşı tərəfdəkilər bu təklifi rədd edirlər və bildirirlər ki, qıza qoca anasının meyitini o şərtlə verərlər ki, o öz körpə qızını meyitin əvəzinə girov qoysun. Övladlıq borcu ana məhəbbətinə üstün gəlir. Qadın göz yaşları, nalə içində körpə qızını tərk etmək məcburiyyətində qalır və balasını düşmənə verir. Sonra o Tiflisə qayıdır. Anasını öz vəsiyyətinə görə müqəddəs doğma torpaqda dəfn edir. Ancaq girovları geri almaq üçün onun bütün ailəsi, qohumları tamamilə müflisləşdiyindən ləzgilərin tələb etdikləri pulu yığmaq məqsədi ilə qadın əyninə qara geyib qapı-qapı gəzir ki, əsirlikdəki qızını da geri qaytarsın. Bir həftə ərzində 600 rubl toplanır. Belə olduqda ana bir dəqiqə də gözləmək istəmir. Pay piyada yola düşür və qızını qoyub gəldiyi kəndə gəlib çıxır. Ancaq yollarda taqətdən düşən və həyəcandan ürəyi üzülən ananın daha yeriməyə heyi qalmır. Elə oradaca bağrı çatlayıb yerə yıxılır və bir də ayağa qalxmır. 3 gün sonra əzabkeş qadın ölür. Ləzgilər öz vədlərinə sadiq qalaraq 600 rublu götürürlər və körpə qızcığazı ananın meyti ilə bərabər Eksarxa aparmaq şərti ilə Rus sərhəd qoşunları rəisinə verirlər. Bax, sizin gördüyünüz o balaca qız uşağı həmin yetim uşaqdır. Knyaginya Arbeliani onu övladlığa götürmüşdür. İndi görürsünüz ki, mən sizə astadan
bu qıza diqqətlə baxın deyəndə haqlı idim.